Bismillahirrahmanirrahim. Bir daha hər vaxtınız xeyir olsun, dəyərli müsəlman bacı və qardaşlar. Məlumunuz olduğu kimi, namazda, digər məsələlərdə əməlləri batil edən şeylər olduğu kimi, əhkami prizmadan da oruç tutan şəxsin də əməllərini bir sıra əməllər vardır ki, batil eləyər. Bir neçə əməlləri diqqət və nəzərinizə çatdırıram. Oruç tutan şəxs əgər qatı bir tozu boğazına apararsa, boğazına çatarsa, orucu batil olar, yəni qəliz bir toz. Oruç tutan şəxs irtimasi qüsul alarsa, irtimasi qüsul, yəni hovuza baş vurarsa, başını suyun altına salarsa, unutmayaq, burada suyun altında dayanıb çimmək, qüsul almaq istisna bir haldır. Və həmçinin bir şəxs cünub bir halda sübh azanına qədər bilərəkdən, qəsdən qalarsa və həmçinin oruc ola-ola cima əməlini həyata keçirərsə və həmçinin bilərəkdən qəsdlə yeyib və içmək, imalə etmək və yaxud qaytarmaq, bunlar insanın orucuna xələl gətirər və orucu batil edər və bilərəkdən edildiyi halda kəffarəsi də kənarında, necə deyərlər, hasil olar.